It can be inferred from the dialogue that mətndən məlumat əldə edə bilərik ki, A variantında qeyd olunur. Ben and Emily talk about several films, some of which seem less appealing. Ben və Emily bir neçə film haqqında danışırlar, bəziləri daha az cəlb edici görünür. Mətnə əsasən doğru cavabımız A variantından qeyd olunur. Çünki mətndə verilən məlumatlarda diqqət etsək, onlar Moonlight Adventure, City of Dreams, Silent Storm, Zootopia 2 deyə, və Lost Island adlı filmləri izləməklə bağlı müzakirələr edirlər. Ancaq bir çoxu, az cəlb edici görünür onlar üçün və son olaraq Zootopia 2 adlı animasiya filmini izləməyə getməklərini qərarlaşdırırlar. B variantında Ben dismiss all comedies believing they lack any entertainment value. Yəni Ben bütün komediyaları heç bir əyləncə dəyərinin olmadığını düşünərək rədd edir. Burada təbii ki, rədd etməsində bütün filmlərin hamısında eyni məqsədlə deyil. Məsələn, City of Dreams-də onun pilot olaraq, əsər olaraq daha az asta-asta, inkişafı ilə bağlı olaraqdan o əyləncəli nəsə izləmək istəyir deyə həmin filmə getmək istəmir. Digər filmlərin adlarında isə diqqət etsək, Moonlight Adventure, Silent Storm'da belə bir fikir ifadə etmir. Emily has carefully reviewed all trailers and made her final choice before discussing with Ben. Emily bütün treylerləri diqqətlə nəzərdən keçirdi və Ben ilə müzakirə etməzdən əvvəl son seçimini etdi. Və burada müzakirə etdikdən sonra seçim edirlər. Çünki birlikdə izləməyə gedirlər Zootopia 2 adlı filmi və hər ikisinə uyğun olan vaxt təyin olunmalıdır. Burada made final choice before discussing with Ben yazmağı düzgün hesab olunmur. The cinema always makes people book tickets 1 week early. Yəni kinoteatr insanları həmişə bileti bir həftə əvvəl sifariş etməyə məcbur edir. Yenə də burada kinoteatrın belə qeyd edək ki, bir həftə əvvəlcədən məcbur etmir ki, sifariş etmiş olalar. Ona görə məlumatımız yanlışdır. Moonlight Adventure is scheduled at 6 p.m. on Sunday, making it the only option for that evening. Ay işığının sərgüzəştləri saat 18:00-a təyin edilib, bazar günü bu axşam üçün yeganə seçimdir. Və burada Ay işığı sərgüzəştləri adlı məlumata diqqət etsək, o on Friday they are showing Moonlight Adventure at 6 p.m. saat 6-da və qeyd edək ki, Friday, yəni cümə günündə təyin olunub. Məlumatımız yenə də mətnə əsasən yanlış olduğu üçün mətnə dialoqa görə düzgün variant kimi seçə bilmirik. Doğru cavabımız A variantında göstərilmişdir.